BMT Baş Assambleyasının 2015-ci il 3 iyun tarixli 69-282 nömrəli qətnaməsi uyğun olaraq 2025-ci ilin 20 oktyabr tarixində Azərbaycan Respublikasında Ümumdünya Statistika Günü qeyd olunacaqdır. BMT-nin Statistika Komissiyasının 2025-ci il 4-7 mart tarixlərində keçirilmiş 56-cı sessiyasında Ümumdünya Statistika Günü ilə bağlı BMT Baş Katibinin məruzəsi təqdim olunaraq, bu əlamətdar günün beynəlxalq, milli və regional səviyyədə hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək şüarı altında keçirilməsi qərarı alınmışdır. Bunun əsasında Xızı rayon Statistika İdarəsində Beynəlxalq Statistika Günü münasibətilə tədbir keçirilib. Tədbirdə idarənin rəisi Rövşən Quliyev, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, rayon icra hakimiyyətinin nümayəndələri, eləcə də müxtəlif müəssisə və idarələrin məsul şəxsləri iştirak ediblər. İştirakçılar öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyublar. Tədbirin rəsmi hissəsində çıxış edən rayon Statistika İdarəsinin rəisi Rövşən Quliyev qeyd edib ki, bu il Azərbaycanda statistikanın təşkilinin 179, rəsmi statistikanın isə 105 illiyi tamam olur. Rövşən Quliyev, ölkəmizdə statistikanın sosial-iqtisadi inkişafın təminində mühüm rol oynadığını, statistik məlumatların vaxtında və dolğun şəkildə cəmiyyətə çatdırılmasının əsas vəzifə olduğunu bildirib. O həm də bildirib ki, 1994-cü il Azərbaycan statistikasının tarixində xüsusi il olmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən 18 fevral 1994-cü ildə statistika haqqında Azərbaycan Respublikasının qanunu imzalanmışdır. Onun Dövlət Statistika Komitəsi əsas orqanlarından biridir məşhur kəlamı Dövlət Statistika Komitəsinə verilən qiymətin bariz nümunəsi olduğunu bildirdi. Ümumdünya Statistika Günü ərəfəsində 24-26 sentyabr tarixlərində Bakı şəhərində statistikanın inkişaf perspektivləri, beynəlxalq layihələrin rolu mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilib. Keçirilən forum dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, habelə Azərbaycanın sosial-iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Daha sonra bildirdi ki, kənd təsərrüfatının siyahıya alınması ölkəmizdə cari ilin iyul ayının 15-dən avqustun 15-nə də keçirilmişdir. 10 ildən bir aparılan siyahıya alma ilə ölkəmizin tarixində ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə əhatə olunmuşdur. Bu il ilk dəfə olaraq kənd təsərrüfatının siyahıya alınması planşet vasitəsilə həyata keçirildi. Bu da statistikanın kağız sistemindən elektron sistemə keçidini göstərir. Məlumat üçün bildiririk ki, rəsmi statistika məqsədləri üçün hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən ilkin məlumatların məxfiliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər çərçivəsində 2025-ci il mart ayından etibarən Dövlət Statistika Komitəsinin rəsmi statistik hesabaların təqdim edilməsi, elektron xidmətindən istifadə zamanı, digital login sisteminin elektron imza və ya aslan imzanın tətbiqinə başlanmışdır. Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, cənab Prezident İlham Əliyevin statistikaya göstərdiyi qayğı, Azərbaycanda dövlət idarəçiliyinin daha şəffaf və məqsədyönlü olmasına xidmət edir. Statistika sisteminin müasir tələblərə uyğun qurulması, beynəlxalq standartlara inteqrasiya və innovativ metodların tətbiqi ilə ölkənin strateji hədəflərinə çatmaq üçün möhkəm zəmin yaradılır. Statistikaya verilən bu önəm həm dövlətin özünü, həm də vətəndaşların həyat keyfiyyətini daha aydın ifadə edən göstəricilərin mövcudluğunu təmin etdiyini bildirdi. Sonda idarə rəisi Rövşən Quliyev tədbir iştirakçılarına təşəkkür edib 2026-2030-cu illər üzrə rəsmi statistikanın inkişafına dair yeni dövlət proqramının layihəsi hazırlanmışdır. Bu layihə gələcəkdə statistika sistemində yeni hədəflərin qoyulması, müasir texnologiyaların tətbiqi və statistikanın beynəlxalq əməkdaşlıq çərçivəsində təkmilləşdirilməsi istiqamətlərini özündə ehtiva etdiyini